Aşağıdakı hasillərdən hansı mürəkkəb ədədin sadə vurğuları ayrılışıdır? Mürəkkəb ədədin sadə vurğuları ayrılışında vurğular deyildiyi kimi sadə ədədlər olmalıdır. Bəndlərdə sadə ədədlər olmayanlarını silirik, sadə ədəd olanlar qalır. A bəndində hər 3 vuruq sadədir. Doğru cavab A bəndidir. B bəndində 9, C bəndində yenə 9, D'də də 9 var ki, 9 mürəkkəb ədəddir. Bu variantda doğru cavab ola bilməz. 3, 5 və 7 sadə vuruqlar olduğuna görə doğru cavab A bəndi. AX üstəgəl 10 bərabərdir 12x çıxılsın B xətti tənliyinin sonsuz sayda həlli olarsa A üstəgəl B cəmini tapın. Tənlili həll eləyək. Sanki AX çıxılsın 12x, x'ləri sol tərəfə keçiririk, digərlərini sağ tərəfə. Mənfi B çıxılsın 10. X'i çıxaraq mötərizə xaricinə A çıx 2 vurulsun x bərabərdir mənfi B çıxılsın 10. X'in bütün qiymətlərində bunun həlli olması üçün 0 vurulsun x bərabərdir 0 şəklində olmalıdır. Çünki 0'ı istənilən ədədə vurduqda cavab 0 alınır. Davam edək. A çıxılsın 12'ni 0'a bərabər eləyək. Buradan A bərabərdir 12. Mənfi B çıxılsın 10 bərabərdir 0'dan isə B bərabərdir mənfi 10 alınır. A üstəgəl B cəmini tapmalıyıq. Bərabərdir 12 üstəgəlsin mənfi 10. O da bərabərdir 2. Doğru cavab B bəndi. A və B çoxluqları verilib. Aşağıdakı çoxluqlardan hansı 2 elementidir? Hər bir cavabdakı çoxluqları yazaq və elementlərin sayını tapaq. Deməli, A birləşmə B çoxluğu bu çoxluqların hər ikisi elementlərindən təşkil olunub. Ortaq elementlər bir dəfə yazılmalıdır. Deməli, A, B, C, D, Y, F. 6 elementi var. İkincini tapaq. A kəsişmə B. Ortaq element ancaq C-dir. Deməli, bir elementi var. Üçüncüyə baxaq. A çıxılsın B. A-da olan, B-də olmayan elementlər yazmalıyıq. A və B. 2 elementi var. B çıxılsın A çoxluğunda da isə B'də olan, A'da olmayan elementlər yazmalıyıq. D, Y, F. 3 elementi var. Bizdən 2 elementi çoxluğu soruşur. 2 element çoxluq A çıxılsın B çoxluğudur. Doğru cavab C bəndi. AC bərabərdir 12 cm və rənglənmiş hissənin sahəsi 48 cm kvadratı olarsa, şəklə əsasən BD-ni tapın. Rənglənmiş hissə BAC 3 bucağıdır. 3 bucağın sahəsi bərabərdir. 2'də 1 vurulsun oturacaq, vurulsun hündürlük. Burada hündürlük A bucağı kör bucaq olduğuna görə xaricdə qalır. Amma düstur yenə doğrudur. Yeni əsas 48 bərabərdir 2'də 1 vurulsun 12 vurulsun BD. 2'də 1 12 xəsar yaparsa 48 bərabərdir 6 vurulsun BD. BD bərabərdir 8 cm A-nı. Doğru cavab C bəndi. Verilmiş ifadənin qiymətini hesablayın. Birinci mötərizəni hesablayaq. Ortaq məxrəc 3 vurulsun 5. Surətdə 2 vur 5 üstəgəl 3 vur 3. 15'də 10 üstəgəlsin 9. 15'də 19. İkinci mötərizəni hesablayaq. Ortaq məxrəc 5 vurulsun 6. Deməli, yuxarıda 6 çıxılsın 1 alınır. Cavab 30'da 1. Kəsirlər nisbət tapanda bölən kəsirin tərsinə vurulmalıdır bölünən kəsir. 15'də 19 vurulsun 1'də 30. 30 ilə 15 ixtisar gedir. 2, 19 vur 2. O da bərabərdir 38. Doğru cavab A bəndi. Rombun diagonallarından biri tərəfinə bərabərdir. Bu rombun iti bucağını tapın. Rombun tərəfinə bərabər olan diagonalı kiçik diagonaldır. Onu çəkək. Rombun bütün tərəfləri bir-birinə bərabərdir. Diagonal tərəfə bərabər olduqda burada bərabər tərəfli 3 bucaq alınır. Bildiyimiz kimi bərabər tərəfli 3 bucağın hər bir bucağı 60 dərəcədir. Bu həm də rombun iti bucağıdır. Doğru cavab A bəndi. Verilmiş ifadənin qiymətini tapın. Birinci kök altındakı ifadə 4'də 9'a bərabərdir. İkinci ifadədə kök altı ifadə 4'də 25'dir. Üçüncüdə kök altda 4'də 49. Dördüncüdə isə kök altda 4'də 81 alınır. Hər birindən kök altdan çıxarsaq kök xaricinə 2'də 3 birincidə alınır. Üstə gəlsin 2'də 5. Üstə gəl 2'də
7 üstəgəl 2-də 9. Ortaq məxrəcdir 2-də. Bunların cəmini tapmalıyıq. 3 üstəgəl 5 üstəgəl 7 üstəgəl 9. 2-də 24. O da bərabərdir 12. Doğru cavab A bəndi. Verilmiş tənliyin köklərinin cəmini tapın. Verilmiş tənliyi bir qədər sadələşdirək. Tənasübü çarpaz vursaq, 3 vurulsun x kvadrat üstəgəl x bərabərdir 2x vurulsun x üstəgəl 2. Mötərizəni açaq və hamısını sol tərəfə keçirək. 3x kvadratı üstəgəl 3x çıxılsın 2x kvadratı çıxılsın 4x bərabərdir 0. A-nın x kvadratı çıxılsın x bərabərdir 0. Rasional tənliyi sadələşdirməklə A-nın kvadrat tənlikdən köklərin cəmini tapmaq səhv ola bilər. Çünki köklərin hər hansı biri verilmiş tənliyin məxrəcini sıfıra çevirə bilər. Ona görə köklərini tapıb sonra yoxlamaq lazımdır. X-i çıxadan mötərizə xaricinə x vurulsun x çıx 1 bərabərdir 0. Birinci kök 0-a bərabərdir. İkinci kök isə 1-ə bərabərdir. Köklərin heç biri verilmiş tənliyin məxrəcindəki x plus 2 ifadəsini sıfıra çevirmir. Hər ikisi kökdür. Bunların cəmini tapırıq. 0 üstəgəl 1 bərabərdir 1. Doğru cavab B bəndi. 5/6 nisbətində olan iki ədədi uyğun olaraq 20% və 25% artırdıqda A-nın ədədlər hansı nisbətdə olar? Bu ədədləri 5K və 6K şəklində götürək. 5K-nı 20% artırdıqda 1,2-yə vurmalıyıq. Bərabərdir 6K alınır. 6K-nı 25% artırdıqda vurmalıyıq 1,25-ə. O da bərabərdir 7,5K alınır. Bu ədədən nisbətən tapmalıyıq. 6K bölünsün 7,5K. K-lar ixtisar aparsaq və hər tərəfi 10-a vuraq. Nisbəti sadələşdirmək istəyirik. 60 bölünsün 75. 15-ə bölsək 4 bölünsün 5 alınır. Doğru cavab D bəndi. K-nın hansı qiymətində 3x kvadrat üstəgəl kx üstəgəl 2 çox hədisinin vurğularından biri x plus 1 olar. Deməli 3x kvadratı üstəgəl kx üstəgəl 2 bərabərdir x plus 1 vurulsun digər vuruq olmalıdır. Bərabərin hər iki tərəfində x bərabərdir -1 yazsaq, -1-ni yazırıq. Çünki ikinci mötərizəni sıfıra çevirən qiymət qoymalıyıq. Buradan x bərabərdir -1 alınır. -1 yazsaq sol tərəfdəki ifadə belə alınır. 3 vurulsun -1-in kvadratı üstəgəl k vurulsun -1 üstəgəl 2 bərabərdir 0. 3 çıxılsın k üstəgəl 2 bərabərdir 0. K bərabərdir 5 alınır. Biz k-nı tapmalıyıq. Doğru cavab A bəndi. İti bucağın təpə nöqtəsindən çəkilən şüa bu bucağın tərəflərindən biri ilə perpendikulyardır və digər tərəfi ilə 54 dərəcə bucaq əmələ gətirirsə, iti bucağı tapın. Verilmiş iti bucağın bir tərəfinə perpendikulyar olan düz xətti çəkək. Şuanı çəkək. 90 dərəcə. Bu şua iti bucağın digər tərəfi ilə 54 dərəcə əmələ gətirir. İti bucağı tapın. Burada x yazaq. Deməli, 54 dərəcə üstə gəlsin x bərabərdir 90 dərəcə. X bərabərdir 90 çıxılsın 54. X bərabərdir 36 dərəcə alınır. Axtarılan bucaq, iti bucaq 36 dərəcədir. Doğru cavab C bəndi. ABCD paraleloqramında BY tənböləndir. YD 4 cm, CD 2 cm və BC 3x çıxılsın 10 cm olarsa AY'nin uzunluğunu tapın. Paraleloqram olduğuna görə biz AB'yə də x yaza bilərik. BY tənböləndirsə, deməli B'dəki A-dan bucaq hər birini alfa yazaq. Digər tərəfdən CBY bucağı, rənglənmiş bucaq, AYB bucağına bərabər. Çünki bu daxili çarpaz bucaqlardır. BC və AD paralel olduğuna görə. Burada alfa yazaq. Buradan AB'yi 3 bucağın bərabər yanlı olduğunu görürük. AY'də bizdə alınır x. Paraleloqramın qarşı tərəfləri bərabər olduğuna görə 3x çıxılsın 10, yəni BC bərabərdir AD-yə. X üstə gəlsin 4-ə. 2x bərabərdir 14, x bərabərdir 7 alınır. Bizdən AY tərəfi soruşulur. AY də x-ə bərabərdir. Doğru cavab C bəndi.
Bucağın 12,4 dərəcə ilə verilmiş qiymətini dərəcə və dəqiqə ilə ifadə edin. 12,4 dərəcəni yaza bilərik 12 dərəcə üstəgəl 0,4 dərəcə. Buradakı 0,4 dərəcəni dəqiqəyə çevirməliyik. 1 dərəcə 60 dəqiqəyə bərabərdir. 0,4 dərəcəni də x yazıb tənasübü həll edək. X bərabərdir 0,4 vurulsun 60. O da bərabərdir 4 vur 6 24 dərəcə. Onda 12,4 dərəcəni biz 12 dərəcə və 24 dəqiqə şəklində yaza bilərik. Doğru cavab A bəndi. 54.000 ədədini standart şəkildə yazın və tərtibini tapın. Ədədin standart şəkli A vurulsun 10 üstü E şəklindədir. Burada A qiymətli hissədir və 1-dən böyük bərabərdir, həm də 10-dan kiçikdir. 54.000 ədədini biz yaza bilərik. 5,4 1 ilə 10 arası olması üçün vurulsun 10.000 şəklində. O da bərabərdir 5,4 vurulsun 10 üstü 4. Tərtib onun qüvvətini göstərir. Bizim ədəddə 54.000-də tərtib 4-ə bərabərdir. Doğru cavab B bəndi. 11-ci sinif şagirdləri bir-birlərinə öz fotoşəkillərini verdilər. Verilən fotoşəkillərin ümumi sayı 306 olarsa, şagirdlərin sayını tapın. Şagirdlərin sayını x-dən işarə edək. Hər şagird özündən başqa bütün şagirdlərin şəklini verdiyinə görə x vurulsun, x çıxılsın 1, ümumi şəkillərin sayı olacaq. Bərabərdir 306. Sadələşdirək. X kvadrat çıxılsın x, çıxılsın 306, bərabərdir 0. Kvadrat tənlik alınır. Diskriminant bərabərdir. Mənfi 1-in kvadratı çıxılsın 4 vurulsun 1 vurulsun mənfi 306 bərabərdir 1 üstəgəl 1224, o da 1225. 1225-dən kök almaq üçün vuruqları ayırmaq olar. 35 çıxır kökdən. X bərabərdir 1 plus minus 35 bölünsün 2. Şagirdlərin sayı mənfi ola bilməz. Ona görə də biz müsbətini götürürük. 1 üstə gəlsin 35 bölünsün 2 bərabərdir 36 bölü 2 18 şagird. 18 şagird hər biri 17 şəkil versə 306 alınır. Doğru cavab C bəndi. Verilmiş tənliyi həll edin. Tənlik rasional tənlikdir. Tənasüb kimi orta və kənar həddi hasilini yazaq. 4 vurulsun x çıx 1 bərabərdir 2 vurulsun x üstə gəl 2. Sadələşdirək. 4x çıx 4 bərabərdir 2x üstə gəlsin 4. X-ləri sol tərəfə keçirək. Digərlərini sağ tərəfə. 2x bərabərdir 8 və x bərabərdir 4 alınır. Bu 4. Verilmiş tənliyin məxrəcində hər iki kəsin məxrəcini sıfıra çevirmir. Ona görə də tənliyin kökü olur. Doğru cavab D bəndi. Radiusu 25 cm olan çevrənin mərkəzindən 24 cm məsafə çəkilmiş vətənin uzunluğunu tapın. Şəkildə radiusu 25 yazaq. Mərkəzdən vətərə qədər məsafə perpendikulyardır. Vətəri 2 bərabər yerə bölür. Çünki burada bərabər yan üç bucaqlar alınır. Bərabər yan üç bucağın təpə bucağına çəkilən median həm hündürlük, həm tən böləndir. Mərkəzdən vətərə qədər məsafə isə 24-ə bərabərdir. Yuxarıdakı vətərin yarı hissəsinə biz x yazıb Pifaqor teoremi tətbiq edə bilərik. X-in kvadratı üstə gəlsin 24-ün kvadratı bərabərdir 25-in kvadratı. Buradan da x kvadratı bərabərdir 25-in kvadratı çıxılsın 24-ün kvadratı. Kvadratları tapmaq olar və ya a plus b, a minus b tətbiq etmək olar. 25 üstə gəl 24 vurulsun 25 çıxılsın 24. Buradan x kvadratı bərabərdir 49 alınır. X bərabərdir 7. Bu vətərin yarısıdır. Bütöv vətər 2x-dir. Ona görə də 2x bərabərdir 2 vur 7 14. Doğru cavab D bəndi. Oturacağının radiusu 3 cm və hündürlüyü 4 cm olan silindrin tam səthinin sahəsini tapın. Silindrin tam səthinin sahəsi bərabərdir S tam. Silindrin yan səthi üstə gəlsin 2 vurulsun S oturacaq. Oturacaqlar 2 dənədir.
O da bərabərdir. Yan səthin sahəsi 2 pi r vur h-dır. Ortacağın sahəsi isə 2 vurulsun 2 düsturdakıdır. Ortacağın sahəsi pi r kvadratıdır. R və hündürlük, radius hündürlük var. Yerinə yazsaq bərabərdir. 2 vurulsun pi vurulsun 3 vurulsun 4 üstə gəl 2 vur pi vurulsun 3'ün kvadratı. O da bərabərdir. 2, 3, 4, 24 pi üstə gəlinsin 9, 2, 18 pi. 24, 18'in cəmi 42 pi sahədir santimetr kvadratı. Doğru cavab B bəndi. Perimetri 48 santimetr olan bərabəryanlı üçbucağın ortacağına paralel uzunluğu 6 santimetr olan orta xətti çəkilmişdir. Alınan trapesiyanın perimetrini tapın. Şəkildəki orta xətti biz 6 yazaq. Bu üçbucağın orta xətti 6 olduqda buna paralel oturacağı 12 olacaq. Verilən üçbucaq bərabər yanlıdır. Perimetri də 48'ə bərabərdir. Yan tərəflərdə hər kiçik hissəyə biz x yazsaq, sol tərəf 2x, sağ yan tərəf yenə 2x olur. Perimetri 4x üstə gəlinsin 12 bərabərdir 48 yaza bilərik. Buradan 4x bərabərdir 36, x bərabərdir 9 alınır. Yan tərəflərdə 18'ə bərabərdir. Bizdən alınan trapesiyanın perimetrini istəyir. Trapesiyanın perimetri bərabərdir. Perimetri bərabərdir. Oturacaqlar 12 və 6. Yan tərəflər isə 9'lardır. 2 vurulsun 9 bərabərdir. 18 üstə gəl 18. 36 santimetr. Doğru cavab C bəndi. Bir işi Ramil təklikdə 4 saata, Elvin ilə birlikdə isə 3 saata görə bilər. Elvin təklikdə bu işi neçə saata görə bilər? Deməli, Ramil işi görür 4 saata, Elvin təklikdə işi görür 2 saata, birlikdə isə işi görürlər 3 saata. Deməli, 1 saata Ramil işin 4'də birini, Elvin x-də birini, birlikdə isə 3'də birini görə bilirlər. Bunları toplayaq. Deməli, 1 bölü 4 üstə gəlinsin. 1 bölü x bərabərdir 1 bölü 3. Tənliyi həll edək. 1 bölü x bərabərdir 3'də 1 çıxılsın 4'də 1. O da bərabərdir 12'də 1'ə. 1 bölü x bərabərdir 1 bölü 12. Buradan x bərabərdir 12 alınır. Elvin təklikdə bu işi 12 saata görə bilər. Doğru cavab C bəndi. Verilmiş kəsirlər üçün ən sadə ortaq məxrəci tapın. Bunun üçün biz verilmiş kəsilən məxrəclərini furuqlara ayırırıq və ən sadə ortaq məxrəci, yəni ən kiçik ortaq bölünəni tapırıq. Birinci kəsil məxrəci x vurulsun, x üstə gəl 1'dir. İkinci kəsil məxrəci isə x vurulsun, x çıx 1. Ortaq məxrəc tapıldıqda ən azı bunların hər ikisinə bölünməlidir. Yəni hər ikisində olan x-i yazmalıyıq və geri qalan x plus 1 və x çıx 1 ortaq məxrəcdə olmalıdır. Sadələşdirsək, x vurulsun, x kvadratı çıx 1, o da bərabərdir. X kubu çıxılsın x. Doğru cavab D bəndi. Sahəsi 60 cm kvadratı olan üçbucağın tərəflərinin orta nöqtələrini birləşdirməklə alınan üçbucağın sahəsini tapın. Üçbucağın hər üç orta xəttini çəkəndə bu orta xəttlər oturacaqlara, uyğun tərəflərə paralel olur. Onda biz bərabər bucaqları burada qeyd edə bilərik. Məsələn, bu bucaq alfa bucağıdırsa, bu da alfadır, bu da alfadır, bu bucaq da alfadır. Beta bucağını yuxarı yazsaq, onda bu bucaq da betadır. Digəri olan bucaq bu da betadır və qarşıdakı bucaq beta. Üçüncü də gamma bucağı yazsaq, yerdə qalan bucaqlarda gamma bucağı olur. Burada 4 bərabər üçbucaq alınır. Üçbucağın verilmiş böyük üçbucağın sahəsi 60 cm kvadratıdır. Bizdən isə içəridəki sahəni soruşur. Üçbucağın sahəsi 4'də 1'ə bərabərdir. 60 vurulsun 4'də 1 və ya 60 bölünsün 4 bərabərdir 15 cm kvadratı. Doğru cavab B bəndi. ABC bərabərtərli üçbucağında AB bərabərdir 84 cm, DY perpendikulardır BC və AD bölü DC 2 bölü 5 olarsa BY-ni tapın. Üçbucaq bərabərtərli olduğuna görə bunun hər üç tərəfi 84 cm-dir.
AD böl DS'ni 2 böl 5 olduğundan AD və DS'nin hər birinin uyğun nisbətdə yaza bilərik. AD bərabərdir 2K, DS bərabərdir 5K. Onda 7K bərabərdir 84, K bərabərdir 12 alınır. Yerinə yazsaq, AD bərabərdir 2 vur 12, 24 cm, DS bərabərdir 5 vur 12, 60 cm alınır. Digər tərəfdən, üçbucaq bərabər tərəfli olduğuna görə bunun bütün daxili bucaqları 60 dərəcəyə bərabərdir. Onda DS üçbucağında D bucağı da 30 dərəcə bərabərdir. Çünki üçbucağın daxili bucaqları cəminə görə E bucağı 90 dərəcə olduğuna görə D bucağı 30 dərəcə alınır. Bildiyimiz kimi 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Bizdə DS 60'dır. Onda YS olacaq 60 böl 2, 30 cm. Şərtdə isə B-ni soruşur. Tapmalıyıq. B-yə bərabərdir 84 çıxılsın 30, 54 cm. Doğru cavab 54 cm. Verilmiş ifadəni sadələşdirin və vurğulara ayırın. Birinci sadələşdirək. Mötərizələri vuraq açaq. X kubu üstəgəl 3x kvadratı üstəgəl 2x üstəgəl 6 çıxılsın 3x kvadratı çıxılsın 6x çıxılsın 6. Oxşar toplananları islah edək. 3x kvadratlara gedir. 6'larda əksdir bir-birinə islah olur. Qalır x kubu çıxılsın 4x. Bu ifadəni sadələşdirək. X-i çıxaraq ortaq vuruq kimi qalır x kvadratı çıxılsın 4. Bunu da A çıx B, A plus B kimi yaza bilərik. Çünki 4'ü yazsaq 2'nin kvadratı alınır x vurulsun. X üstəgəl 2 kvadratları fərqini tətbiq edirik. X çıxılsın 2. Doğru cavab x vurulsun x üstəgəl 2 vurulsun x çıxılsın 2. Tərəfləri 3 böl 4 nisbətində olan paralelogramın perimetri 42 cm və kiçik hündürlüyü 6 cm olarsa böyük hündürlüyünü tapın. Tərəflərini 3K və 4K yazsaq, perimetri bunların cəminin 2 mislinə bərabərdir. Bu da bərabərdir 42. 7K bərabərdir 21. K bərabərdir 3 alınır. Deməli, birinci tərəfin kiçik tərəfi 3 vur 3 bərabərdir 9. Digər tərəfi isə 4 vur 3 bərabərdir 12'dir. Paralelogramın sahəsi A tərəfinə çəkilən hündürlüyü ilə tərəfin hasili və ya B tərəfi ilə buna çəkilən hündürlüyün hasilinə bərabərdir. Deməli, A tərəfi biz 9 yazsaq, kiçik tərəfə çəkilən hündürlük böyükdür. Olur, axtardığımızda x bərabərdir. Böyük tərəfi 12'yə çəkilən hündürlük isə kiçikdir, 6'ya bərabərdir. 9x bərabərdir 72, x bərabərdir 8 alınır. Doğru cavab 8 cm.